Salam değerli izleyicilerimiz, hoş gördük hər birinizi. Əzizlər, təzə ilin ilk təqdimatı. Təzə il hər birinizə düşərli olsun inşallah. Allah evi olmayanlara ev nəsib etsin, övladı olmayanlara övlad nəsib etsin inşallah. Xəstəsi olanlara şəfa versin inşallah. Azərbaycan xalqına bu təzə il 2026 düşərli olsun inşallah. Amin. Keçək evimizin təqdimatını. Əzizlər, şəhidlərdə 7 saylı məktəbin yanında göstərəcəm 3 sotda. Belə bir mansarlı evimiz sırf satışa. Gedək sizə yolda göstərim. Ondan sonra evimizin təqdimatına keçərik. Əzizlər, gördüyünüz kimi bu isə 7 saylı orta məktəbdir. Və digər tərəf Nidin binalarıdır. Maşınları görürsünüz oradan keçir. Şəhidlər xiyabanının yanıdır. Keçək evimizin təqdimatına əzizlər. Demək, təqdimatımız biraz uzun olacaq. Qiyməti də süperdir. Real adam otursun axıra kimi dinləsin. Həqiqətində bunun qiyməti ideal bir qiymətdir. Əzizlər, gördüyünüz kimi burada belə bir yay mətbəxiniz var. Əşya ilə də qiyməti deyərəm, əşyasız da sizə qiyməti deyərəm. Amma çox ideal bir qiyməti, ideal bir evdir. Gördüyünüz kimi yay mətbəxi və sanitar qovşağı. Gördüyünüz kimi bura sanitar qovşağı. Burada belə bir qladovkamız var. Və evin yan tərəfindən də yer var. Oranı çəkməyə ehtiyac yoxdur. Çox vaxt uzanacaq deyənə. Kombi sistemi oradadır. Evin yan tərəfindədir və keçirik evimizin təqdimatına. Evimizin içinə keçək. Yine de sizi tanış edeyim. Qiyməti axırda mən sizə təqdim edəcəyəm. Bu evə nə qədər pul xərclənib və neçəyə satılır, onu da deyəcəyəm sizə. Ev sahibi də yəni ki, nə xərcləyib, yazıb qələmlə yazıb ağçalıda hamısı durur. Əzizlər, gördüyünüz kimi bura qonaq otağı. Gördüyünüz kimi bura qonaq otağı. Bura studiya mətbəx. Mətbəx hissəsidir. Bura qonaq otağıdır əzizlər. Və daxil oluruq spalniya. Belə bir yatan otağımız. Götürəcəm oranı ətraflı. Burada da belə bir yatan otağımız var və buradan yay mətbəxi görünür. Burada da belə bir yatan otağımız. Əzizlər, burada belə bir bediski otağımız var. Burası ev sahibi. Burada olduğu üçün buranı çəkmirik, bizə təqdim etmirik. Kondisioneri də 2 dənədir. Gördüyünüz kimi brend markadır, August'dandır. Burada sanitar qovşağı. Gəl sanitar qovşağını da götür. Rəhmət görürsən. Və daxil oluruq biz mansarda. Burada belə bir aşağıla qalxırıq mansarda. Yuxarıda da mansarımız var. Mansarda sizə təqdim edəndən sonra sizə buranın qiymətini deyəcəyəm. Burada ev sahibinin veşləri var. Bu veşlərin, yəni bu evə aidiyyəti yoxdur. Bunlar sıfırdan alınıb, özü üçün alıb. Gördüyünüz kimi bura mansardır. Digər tərəfdə çəkiş zəhmət olmasa. Mansarda da bir kondisioner var. Digər tərəfdə götür əzilməni. Gördüyünüz kimi burada belə bir balkonumuz. Balkonumuz da baxır üzü şəhidlər xiyabanına, Nidin binalarına. Yay mətbəxi də buradan görünür və əsas keçək evimizin məbləğinə əzizlər. Bu evin xərci, yəni alan adam gələr, oturar, dəftər kitabı qoyarıq qabağına. Nə xərcləyib hamısını yazır. Bu ev 3 sot torpağına 102 min manata ev sahibindən başa gəlir. Ev sahibi müəyyən vaxt burada yaşayır və indi hal-hazırda köçür deyənə buranı satır. Buranın əzizlər əşya ilə qiyməti olacaq 85 min manat. Əşyasız olacaq son qiymət 83 min manat. Əşya ilə verilsə sadəcə elektronika olan əşyalar götürüləcək. Yenə deyirəm 3 sot torpaq burada 30 mindir. Torpağın sotu 10 mindir tapa bilsəz. 10 min elə bunu 30 min bunu torpağı edir. Bu evdə bir 53 min azad oturur. Yəni belə bir fürsət olmuyor. Yenə deyirəm əzizlər, gələrsiz yerində ev sahibi ilə özünüzdə söhbət edirsiniz. Əşyasız və əşyalı. Əşya ilə 85 min, əşyasız 83 min. Allah alanı da xeyir versin, satana da xeyir versin.